Hər vaxtınız xeyir olsun, əziz və dəyərli şeir və poeziya həvəskarları. Mən Azər İqrar, bugün sizlərin qarşısına iki çox böyük hörmət bəslədiyim xanımın, dəyərli şairəmiz Səadət Buta xanımın, digər dəyərli şairəmiz Cəvahir Qaraqızına həsr elədiyi çox gözəl bir şeir parçası rastıma çıxdı. Buyurun, dinləyin, əziz dostlar. Xanımsan, xatınsan elmin gözəli, özünə, sözünə var hörmət gördüm. Astarım bir oldu, üzüm bir oldu, dilində nə yalan, nə qeybət gördüm. Hər kəlmə başında bir Allah dedin, bütün bəndələrə ol pənah dedin. Nə şeytana uydun, nə haram yedin. Sən də anam qızı, mən qüdrət gördüm. Yar getdi, yandırdı din imanını, üzdün cəfalarla şirin canını. Saxladın balanı, şərəf şanını, qurdun qeyrətinlə səltənət gördüm. Üzdün qəbbas kimi öz ümmanında, səhnəbanı oldun saz meydanında. Vətən məhəbbəti qaynar qanında, xalqına, yurduna sədaqət gördüm. Cavan yaşlarında sən ağıl oldun, o taya, bu taya bir sahil oldun. Ləli cəvahir tək cəvahir oldun. Butayam, qədirimə düz qiymət gördüm. Butayam, qədirimə düz qiymət gördüm.